Salam dostlar, nə qədər tənqid ediriksə, AFFA tənqidlərdən nəticə çıxartmır. Santusda yolları ayırmadılar. Niyə ayırmadılar? Bu nəticələr yəqin ki, AFFA-nı qəbul edir və yaxud da ki, onu bura gətirən insan deyib ki, nə bağda Santusu yerindən tərpədəsiz. Yəqin ki, Fransa ilə oyunlar gəlir qarşıdan. Yəqin ki, Fransa bir 10-0 hesabı ilə Azərbaycana qalib gələr. Ondan sonra Santusu çıxartmaq fikrinə düşərlər. Gürcüstandan, Özbəkistandan, Qırğızstandan hamısından geri FIFA reyting cədvəlinə bir baxın siz. Görün hardayıq. Yəni nə düşünürsünüz ümumiyyətlə? Nə fikirləşirsiniz? Sizi ora AFFA-ya qoymayıblar ki, dağdasız, nə bilim, reytingdən aşağı salasız. Gəlib bizim təsəvvür edin ki, yanımızdakı komandalara baxın. Mozambik, Zimbabve, Mimbabve, bizim olduğumuz komandaya baxın ki, ada komandası belə bizdən yuxarıdadır. Siz ümumiyyətlə bir reyting cədvəlinə baxanda, dünyanın deməli milli yığma komandaların reyting cədvəlinə baxanda bir utanırsınız ki, ya milli komanda nə yerdədir? Hansı yerdədir, hansı nəticəni göstərir? Bir baxın da, siz baxın o inkişafa baxın da, bu digər qonşu ölkələrin bir inkişafına baxın. İranda çıxdı, dünya çempionatına, Gürcüstanda gözəl oyun nümayiş etdirir, Özbəkistanda gözəl oyun nümayiş etdirir və Azərbaycanla qarır, hə? Azərbaycan ancaq legionerlər töksün, maraqsız çempionat eləsin, PFL-də ümumiyyətlə çempionatı maraqsız olsun, legioner limitini yığışdırdılar ki, güya ki, da yerlilər bir dəqiqə dağıdacaqlar klubda, gedib legioner həyat yaşayacaqlar, neyinə lazım deyil, Azərbaycanlı futbolçuların gedib o 5000-i burada alacaqlar, neyinələr gedib orada 3000-ə canın qoysunlar, xaricdə yaşasınlar, nə əziyyət çəksinlər, elə burada yiyirlər, içirlər bütün günü, səhər biraz fırlandılar, idman elədilər, getdilər, axşam da qəlyanan, nə bilim, restorana, o qızla, bu qızla əyləndilər və salam gündən keçirdilər. Milli komandanın da oyunlarına çıxanda yola verirlər. Hə, gedirik bugün turist kimi Estoniyaya gedirik, gedirik turist kimi Belarusa gedirik, Latviyaya gedirik. Ölkələri gəzirlər, gedirlər, əylənirlər, oradan şəkillər çəkdirirlər, görmədiyi şəhərləri görürlər. Sonra da gəlirlər ki, oradan da nəsə pay gətirirlər. Yəni evə bir pay gətirirlər, oradan da hə, görsən filan nə bilim Belarusun şokoladından gətirir, Estoniyanın filan məhsulundan gətirdik. Ümumiyyətlə AFFA düşünürmü ki, yəni Azərbaycan futbolu uçuruma gedir, Azərbaycan futbolu bərbad gündədir. Bir futboldan nəticə çıxartsın, heç olmasa Rövşən Nəcəf oturub qərara gəlməlidir, Santusu qovmalıdır və bir proqram tutmalıdır ki, bu proqramla gedilməlidir ki, Azərbaycan futbolu inkişaf etsin. Azərbaycan futbolu bərbad gündədir.